Cudonun çox inkişafı gedir bizim respublikada. Cudonun rəhbərliyi dəyişəndən sonra komitələr yarandı. Bu komitələrdə Nizam Komitəsi, Məşqçilər Şurası yarandı. Mütəmadi iclaslar keçirir və yarışların təşkilatı regionlarda olan keçirilməsi böyük bir iş gedir bu barədə. Keçmişdə belə bir zallarda güləşmək bizlərə nəsib olmayıb. Biz ancaq xarici dövlətlərdə güləşəndə belə bir yarışlarda iştirak edirik. Belə bir zalların olmağı bizim üçün çox böyük bir şeydir ki, rəhbərlik bu şəraiti yaradı bu judoçular üçün, idmançılar üçün. Nizam Komissiyası, Təşkilat Komitəsi və rəhbərlik bu barədə çox mühüm işlər görülüb ki, bu yarış yüksək səviyyədə keçirilir. Deməli, yarışların iştirakında yeniyetmələrin gələcək Avropa oyunlarında, dünya birinciliyində yeniyetmələr arasında və gələcək Olimpiya oyunlarına hazırlaması üçün çox böyük işlər görülür və rəhbərlik tərəfindən də onları Avropa kuboklarına, xarici ölkələrdə güləşməyinə çox böyük şərait yaradır. Yeni qaydaların tətbiqindən sonra mən deyərdim ki, idmançıların bir növ güləş tərzi daha da intensivləşdi, sürətləndirdi. Çünki qoyulan qaydalar demək olar ki, idmançıları daha da çox fənd qazanmağa, daha da yüksək fənd qazanmağa məcbur eləyir. Həm də cərimələrin sayı az olub, kondisioner tez çatdığına görə idmançı məcburdur ki, hər zaman uda olsa da, ucaraq olsa da, görüşün əvvəli olsa, axırı olsa da yenə çalışır ki, öz güləşini göstərib xalq qazansın, qalib gəlsin. İpon isə yeni qaydalara görə tam kürək birdən dəyir yerə. Ona görə o iponda da çox da mübahisə yaranmır. Çünki həqiqətən ipon ilə ipondur, tam kürək yerə dəyərək ipon olur. Güclü idmançıları təyin eləmək üçün bu qaydalar mənə gəlir ki, çox uyğundur. Çünki bəzən əvvəllər belə bir şeylər olurdu. Görürsən ki, bir idmançı 1 dəqiqəlik, 2 dəqiqəlik dözümlüyü var. O dözümlə üstünlüyü qazanırdı. Qalan o 2 dəqiqədə, 1 dəqiqədə yalnız müdafiə edib qalib gəlirdisə, indi artıq o güləşlər yer ala bilmir. Çünki cərimələrin sayı az olduğuna görə o az vaxtda 3 cərimə alıb, 3 judo alıb artıq kondisioner ilə görüşü bitirə bilirlər. Ona görə məcburdur güləşsin hər zaman. Yeni qaydalardan mən çox məmnunam. Çünki bizim vaxtımızda, biz güləşən vaxtı çətinliklərdən çox keçirdik. Sağ olsun indiki rəhbərlik yüksək səviyyədə uşaqlara qiymət verirlər. Yəni, tələbələrimiz də güləşirlər. İndi bu az yaşlı uşaqların yarışıdır. Bu az yaşlı uşaqların da belə vətənpərvər ruhda yetişdirmələrində düşünürəm ki, bu yarışların tez-tez keçirilməsi daha yaxşıdır. İnanıram ki, tezliklə böyük yarışlarda, böyük arenalarda bu kiçik uşaqlar güləşəcəklər. Kim bilir, bəlkə gələcəyin dünya, Avropa, Olimpiya çempionları məhz bu tatamilərdə yetişəcəklər. Yarışda oğlum güləşib, 2007-ci ildir. 2007-ci ildə baxmayaraq dünən 38 kiloda 3'e çıxdı. 6 dənə görüş keçirdi. 6 dənə görüşdə bir də final görüşündə bir dənə şidə oyunu uduzdu. Yəni, işləmək lazımdır üzərində. İşləsə indiki vəziyyətdə, indiki idmana qayğısında çox güclü perspektivalar ola bilər. Sevindirici haldır ki, bizim də tələbələrimiz bu yarışda iştirak edir. Gözəl nəticələr əldə edirlər. Biz Atilla İdman Klubu adından bu yarışda 2 birinci yer və 3 ikinci yer, 2 də 3-cü yer tutmaqla gözəl nəticə əldə eləmişik. Bu da sevindirici haldır. Təşəkkürümüzü bildiririk ki, çox gözəl yarış təşkil edirlər və biz şəffaf yarış keçirilir. Uşaqlarımız yarışda iştirak edirlər. Tam beynəlxalq qaydalara uyğun keçirildiyindən gələcəyin Avropa dünya birinciliyində iştirak edəcək tələbələrimiz böyük nəticələr əldə eləməyinə inanıram. İnşallah ki, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaqlar.
keçən Olimpiya oyunlarında bizim 2 gümüş medalımız oldu. Bu Azərbaycan üçün çox böyük bir nəticədir. Ona görə ki, bizim bu rəhbərliyin, uşaqların bu müxtələşməsində yarışların təşkil olunması, sporlar keçirilməsi doğrudan da bu inkişaf edir. 2020-ci ildə Yaponiyada keçən Olimpiya oyunlarında bizdə yenə də qızıl, gümüş və bürünc medallarımız olacaqdır.